Amil Xəlil çox açıq şəkildə dedi. Geyiminizi dəyişin, başınıza bir örpə atın ki, qızınız sizi tanımasın. Gəlin gecə görün o nə işlə məşğuldur. O analar rayonda yaşayanlar, elə içi Bakıda yaşayanlar da, laf tutaq ki, mən Sumqayıtda yaşayıram, tələbə anası olaraq. Biz əslində Amil Xəlilə təşəkkür etməliyik ki, sən yatmışları oyadırsan ki, sizin xəbəriniz var nə baş verir paytaxtda. Amil Xəlilin dediyinə görə Space televiziyasının yayımını 3 saat bağlayan audiovizual şuraya sual vermək istəyirəm. Amil Xəlil nəyə səhv demişdi ki? Amil Xəlil valideynlərə dedi ki, övladlarınızı imkan varsa öz yaxın rayonlarınızı universitetində oxutdurun. Niyə? Çünki gözünüzün qabağında olsun qızınız. Yox, paytaxtda göndərirsinizsə, o zaman gəlin arada baş çəkin, görün qızınız hara gedir, haradan gəlir. Niyə bağladıq ki yayımı? Amil Xəlil dedi, tərbiyəli olaq və o qızların talilərini Allah ümidinə buraxmayaq deyə onu linç elədiniz. Yaxşı, gəlin indi baxaq görək. Zaurun, Xoşqədəmin, Lalə Azərtaşın, nə bilim, Ergizin, filanın verilişlərində nələr müzakirə olunur?